Biz seninle nətər baş edəyək qardaşım? Hə? Seninle nətər baş edəyək? Hər kəsə salam dəyərli izləyicilər. Bu günləri Amirlə bir gün keçirdəcəyik. Əgər keçirdə bilsək. Çünki çox əziyyətli bir şeydir. Amirlə. Ay yıxdın məni. Yaxşı gedək. İkinci mərtəbəyə. Hə. Elə bir Amir gəlmisən bura. Gizlin bağçadan qaçıb desən, buralara gəlsən dostum. Çox fikirləşdim ki, Amiri əyləncə olaraq hara aparım. Amir elə bir yaşdadır ki, bunun əyləncə anlayışı çox fərqlidir. Ona görə bilmək olmur, hara aparaq, harda əylənər falan. Təbii ki, ölkəmizdə də bir çox əyləncə mərkəzləri var. Onlardan birinci sırada gələni Funlanddır. Amma Funlanda Amir çox getdiyi üçün orada çox əylənə bilmir. Biz də fikirləşdik ki, təzə bir yer kəşf edək. O da gətirmişik burada Yasamalda. Harada? Burada. Uzatacağım səni buradan. Nayla, yaxşı. Biz də gəldik Yasamalda, Zefir Mall'ın içində Moko Kids deyə bir əyləncə mərkəzi var. Axtarırıq, düzdür, tapa bilmirik. İndi Amiri aparaq ora, görək Amir əylənə biləcəkmi? Havalar əslində isti keçsəydi dənizə aparardım, amma havalar çox da isti keçmir. Amir, sən nə demək istəyirsən? Nəsə bir söz deyə görək. Amir 1 yaş 6 aylıqdır. Hisslərini ifadə eləyə bilmir deyə əsəbləşir çox vaxt. İndi görək nələr baş verəcək. Gəldik, çatdıq Moko Kids'ə. Belə bir yerdir. Burada da belə bir yer var. Üç yaşa qədər uşaqlar üçündür. 1 saat 6 manatı, limitsiz 12 manatdır. Tamam. Nəzarət gözünə nəzarət edir, valideynə ehtiyac yoxdur. 5 dəqiqə sınav veririk. Qalmışsa ödəniş olur, qalmışsa çıxarırsınız. Bu qədər. Bəs Bura 15 manatdır, tək tarifdir, limitsizdir. Limitsizdir. Axşam saat 10-a kimi, səhərdə 10-da açılır. Faizli vermək olur, bir nəzli uşaq çıxıb istirahət edib yeməyib, yenidən geri qayıda bilir. valideyn də girə bilər. 3 yaşa qədər uşaq üçün bəli, valideyn mütləqdir. 3 yaşdan böyük uşaq üçün valideyn mütləqdir, amma istəsə keçə bilər. Ən aşağı nə qədər? 1 saat? Minimum 1 saat. Tamam, 1 saat ödəniş edək. Amir. Bəli. Bizə bir 5 dəqiqə sınaq müddəti verdilər ki, istəyirsiniz keçin, içəri baxın, görün əylənə bilirsiniz yoxsa yox. Baxaq, görək nə var, nə yox. Aha, davay, elə Amir, görə, elə. Aferin, 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 aferin. Fermada inəklər azada. Kulağına yapıştırır. Yapışdırırlar. Tamam, sen de sürüş. Sürüş sen de. Kes kabağa. Sürüş de. Əslində bilsən buranın nəyini sevdim? Məsəl üçün tətbiq var idi, tətbiqi yüklədim. Oradan tətbiqdən elə bil ki, ödənişi zadı tətbiqdən skan edirlər, elə götürürlər. Həm də tətbiqdə nə var? Tətbiqdə məsəl üçün qoyursan uşağı bura, kamera var, 24, yəni onlayn kameralar var. Sən ancaq tətbiqdən bütün kuruluşda Sən tətbiqdən kameradan vasitəsində məsələn çıx get yeməyi ye, amma kameradan nəzarət edə bilirsən uşağa. Təbii tam nəzarətçi var, amma prosta bilsən necə bizim uşağa aid deyildi o. Daha məsələn 3 yaşlı, 4 yaşlı uşaq olsa, o rahat şəkildə burada özünü idarə edə bilər axı. Sən də prosta kameradan ona nəzarət edirsən. Çox maraqlıdır yəni.
Ya, xoşuma gəldi yəni o şey. Amir balaca olduğu üçün onu yəni əyləncə anlayışı çox fərqlidir. Ona görə bəzi yerlər var ki, orada əylənə bilmir, başa düşmür. Ona görə biz də fikirləşdik ki, ən yaxşısı hal-hazırda quma qoymaqdır. Qumda biraz oynasın. Ondan sonra əylənməsə götürüb aparacağıq. Nə maşınlara minsin falan belə bir yerlərə. Amir. Amir, neyinsən? Hə, oyna, oyna. Bir de götürek. Ne oldu? Ne oldu? Amir acıb, indi yemək yesin biraz. Yeməğini ye. Baxaq ki, bax deyirsin. Aferin. Şidir. Hə, verin. Gəl. İndi anası səni yediriləcək qəşək. Anası yedirilsin. Aferin. Yox, əlini vurma ki. Aferin sana. Ay seni kurban olayım. Aferin. Ha, yaxşı. Nam eləsin. Ağzını aç. Ağzını aç. Aferin. Aferin. Verir. Sən acmışdın. Sən də bəlkə də bayaqda mızıldamağı aclığa görə də ola bilər ha. Ata gözləyir ki, Amir yeməsin. Hiss eləyirəm. Amir Ayda yeməsin. eyni anda eyni şey düşündüm. Ya Atamı o qədər gözəl tanıyıram. İstəyir ki, bu dəqiqə sənin qabağından qalsın. Aferin, sən də hamısını ye, yaxşı. Yox da, əlimi salma ağzıma. Aferin, Amelə. Aferin. Atam bu dəqiqə iyi vurur. Bir təhər olub ata. amma dadlı damır yox. Dadlıdır. Adam üstündə Allah var. Ay sil. Mən yəni evdə çıxanda yemədiyim üçün hal-hazırda çox peşman oldum da. Və gəzə-gəzə gəldik. Yasamal parkına çıxdıq. Təbii ki, hava qaraldı. O da niyə? Çünki burada maşına parkovka tapmaq həqiqətən çox çətindir də, yəni. Parkın axtara-axtara havanı qaraltdıq. Amir üçün bura çox maraqlı bir yerdir. Buranı çox sevir. İndi gəlmişik onunla. Ən sevdiyi şey də burada maşına minməkdir. Hə, Amirçik? Amirçik. İndi Amirçik maşına minsin. Biraz burada da sürsün, əylənsin. Bəlkə buna minə əyiliş? Buna minə sürək, hə? Hə, avtobusda belə. Hə, dava sürək buna. Bunun dərdi var idi, planında olan. Onu eləyək. Neçədir bu? Şamız xeyir. 5 manat. Ailəvi otura bilirsiniz. Hə, heç oturaq da onda. Sürət 15 şey hazırlayır. Hə. 20 idi qabaq. Çıxartlar oldu. Rəhbərlik tərəfindən 15 elədi. Eyni sürət. Şey, otura bura. Haqq rəhbərliyi yəni 15 manat. Tamam, o aydın. Çox. Heç sən minək buna, sürək. Buradan nə demək istəyirsən insanlara? Abone ol. Çox sağ ol. Birbirimizi bulduk şanslıyız. Sonra ne oldu diye bize sorsalar. Öte gibi hepimiz şaşkınız. Her Af, şey bu da gəlib də oturub seni traktor. Sən düşəcəksən, onun elləki getsin. Pappalam. Pappalamdır. Bunu istəyir. O sürülmür.
Qapağını açaq. Gir. Aferin. Gir. Aferin. Bizimki cəmaatın uşağı gəlib Qalikdə, Malikdə oturanda bizimki də gəlir tırda oturub, nə var? Halaldır Amir, halaldır. Amir seçdi. Logistik bir maşın seçdi. Konkret tır şoförü də. Bir də ona belə bir arxaya verir, başa düşdüm. Arxaya verəndə güzgüdən baxırlar. Baba, əsl bax tır şoförü, ona bax bir dənə. Oturuşu bax. Burada atabala dalaşırlar. Çünki Amir knopkasını basıb söndürür, yarı yolda dayanır. Basma demədim sənə. Amir onu basanda maşın yanır, basma. Basma onu. Eləmə. Basanda o maşın yanır. Sonra getməyəcək. Eləmə. Allah haqqı Yasamal Parkı elə bir ki o Hindistan var, o videolarda görürük. Bir sağdan maşın gəlir, bir soldan maşın gəlir, bir konkret olaraq yəni Yasamal Parkı odur. Nəysə, bugünkü vlogumuzun sonuna gəldik. Sağ olun izlədiyiniz üçün. Digər videolarda görüşərik. İnşallah səsim gəlir çünki mikrofonu taxmamışam. Amirin də yuxu vaxtıdır, saat 10-a işləyir çünki. Gedir evə yatsın. Görüşərik digər videolarda. Hələlik özünüzə yaxşı baxın. Su iç də. Suyunu içirik. Gazetecilər, pırlantacılar. Yaxşı gedək. Sağ ol. Aferin. Sağ olun.